Ramazan ayının astanasındayıq. Şaban ayının 15 gününü artıq arxada qoymuşuq və mübarək Ramazan ayına hazırlaşırıq. Bu 15 gün, 15 gündən də az bir müddət hazırlıq üçündür. Ramazan ayına hazırlaşmaq üçündür. Ramazan ayına hazırlaşmaq nə deməkdir? Necə hazırlaşmaq olar Ramazan ayına? Mən bir yol təklif eləyə bilərəm ki, məşhur xutbəsi var da Peyğəmbərimizin, Şəbaniyə xutbəsidir. Mübarək Şaban ayının axırıncı cüməsində Peyğəmbər o xutbəni oxuyub. Mən indi o xutbədən danışmayacağım. Keçən illərdə də danışmışam. Onun adı Şəbaniyə olmasına baxmayaraq xutbə başdan ayağa Ramazan ayı haqqındadır. Ramazan ayında olan fəzilətli əməllərdən danışıb Peyğəmbər və biz də onu təfsir eləmişik, izah eləmişik keçən illərdə. O xutbənin sonunda bilirsiniz ki, əleyhissalam sual verir Peyğəmbərə ki, ma əfzəlul əmal fi hazə şəhər. Bu ayın ən fəzilətli əməli hansıdır, ən üstün əməli hansıdır? Peyğəmbər buyurur ki, əl-vəra an məharimillah, Allahın haramlarından çəkinmək ən üstün əməldir. Mən niyə bunu indidən başlayıram sizə deməyə, sizə və özümə deməyə başlayıram? Ona görə ki, arzu edirəm ki, Ramazan ayına artıq bağışlanmış halda daxil olaq. Ramazan ayında bağışlanacaq heç, Ramazan ayına bağışlanmış halda daxil olaq. İndiki halımız mübarək Ramazan ayında olan vəziyyətimizə təsir göstərir. Biz indidən qərar verək ki, vəssalam, yavaş-yavaş özümü yığışdırıram, onsuz da günah eləməməliyəm, amma diqqətli olacam ki, günahdan uzaq olum. Bugünkü ikinci xütbəmiz mən moizə eləmək əhli deyiləm, amma hərdən bir imamların, əhl-i beytin, Peyğəmbərin dili ilə, Quran dili ilə nəsihət xarakterli olsun. Nəyinsə bir yolunu göstərmək yox, elə sadəcə yada salmaq üçün bunları danışıram. Günahdan qurtulaq, uzaqlaşaq. Günahdan qurtulduqca insan olduğunu hiss eləməyə başlayır. İnsan başa düşür ki, insandır. Başqa bir varlıqdır, başqa bir canlıdır. Günahdan nicat tapmaqla, qurtulmaqla. Başımıza gələn bütün pisliklərin səbəbi günahdır. Bütün pisliklərin, dünyada, ahirətdə. Saatlərlə danışmaq olar ki, günah hansı ziyanlar insana verir? Günahdan, xeyirdən başqa bir şey, ziyandan başqa bir şey yoxdur. Heç bir xeyri ola bilməz insana. Amma ən qorxulusu, günahın ən mənfi təsiri insanda, mən düşünürəm ki, budur, bu ayədədir. Şimdi o ayəni deyəcəm. Bəzən insan ya o qədər çox günah eləyir, yaxud da elə günahlar eləyir ki, hədislərdə var ki, Allah deyir, mənimki səndən bitdi, nəzərini çəkir. Yəni, Allah rəhməti çox genişdir. Amma bəzən elə günahlar var ki, onları eləməmək bizim üçün asandır, ya nə bilim nədir, bəzi meyyərlər var. Deyir, bəzən bir günah eləyərsən, vəssalam, Allah üst çevirər, day sənə baxmaz. Bəzən də çox günah eləyərsən, bir vəziyyətə düşərsən, mənim əqidəmcə, məndən soruşsalar, günahın ən mənfi, ən çox böyük ziyanı, bax, bu ayədədir. Bu ayəni sizin üçün oxuyuram. ثُمَّ كَانَ عَاقِبَةَ الَّذ۪ينَ أَسَاءُ السُّوء اَنْ كَذَّبُوا بِآيَاتِ اللّٰهِ. Buyurur ki, günah eləyənlərin aqibəti axırda belə oldu ki, Allahın ayələrini dandılar. Yəni, günah bir yerə gətirir, çatdırır ki, dünən inandığı bugün inkar eləyirsən. Dünən inandığı bugün inkar eləyirsən.